13 yaşında bir qız mənə deyirsə ki, gecə saat 1-in yarısında mənim qaynar xəttimi tapıb, zəng eləyib, Kamal xala məni sığınacağa götürərsən. Və mən sual verim ki, sən kimsən qızım? Deyir, mənim 13 yaşım var, mən dünyaya uşaq gətirmişəm, anam məni qəbul eləmir. Götürəcəkdir. Amma, yəni mən getdim, vurdum qoltuğuma deyil. Bunu aidiyyatı qurumlarla birgə eləyirik. Bax, dünənləri TikTokda bir qadın mənə yazıb. Hələ cavab gəlməyib ondan ki, çarəsiz durumdayım, mənə kömək eləyin, mən hamiləyəm, dünyaya uşaq gətirməyin belə variantını bilmirəm, mənim imkanım da yoxdur, 17 yaşım var. Ona görə bu günləri sığınacaqlar var, ona görə bu gün qadınların sayı var, çünki qadınların müdafiəsi biraz deyək ki, zəif vəziyyətdədir. Biz bu gün həssas qadınlar, həssas qızlar, çünki gəlib düşən qıza baxırsan ki, təhsildən yayınıb. Gəlib düşən qızın ailəsinin tərkibinə baxırsan, görürsən ki, bunun anası da başı qapazlı olub. Nənəsi ilə maraqlanırsan, görürsən ki, nənəsinin özünün vurub gözünü babası, ardıca atası, ardıca da nəvəsi vurub çıxardı, döyüb. Yəni, baxırsan ki, qadın bu günləri uşaqlığından zorakılığa məruz qala-qala gəlir. Bu müxtəlif regionlarda, müxtəlif formatlardadır. Razıyam.